Artıq çəkin nə qədərdir? Gəl hesablayaq. Bunun üçün əvvəlcə boynu və çəkini bilməliyik. Bir tərəfdə çəkin, misal 90 kilo. Bir tərəfdə isə boyun, misal 1 metr 60 santı. Əvvəlcə boyunu kvadrata yüksəldirik. Yəni 1.60-ı 1.60-a vururıq. Alınan rəqəmi yadda saxlayır, çəkini, yəni 90 kilonu alınan rəqəmə bölürük. Əgər ortaya çıxan çəki 18-dən azdırsa, deməli sən çəki defisitindən əziyyət çəkirsən, yəni arıq adamsan. Əgər 18 ilə 25-in arasındadsa, sən tam normalsan. Əgər 25-dən çoxdursa, sən artıq çəkidən əziyyət çəkirsən. Yox, əgər alınan rəqəm 30-dan çoxdursa, səndə piylənmə prosesi gedir, qaraciyərin təhlükədədir. Yaxşı, istər artıq çəkin olsun, istərsə də piylənmədən əziyyət çək. Bu problemdən necə qurtula bilərsən? Onu da araşdırmışam. Ekrandakı ürəyi qızart, ətraflı izah edeyim. Amma əvvəlcə aldığın rəqəmi yorumda mənə yaz. Sənə lazım olan antixolisterin, kanur antixolisterin çayıdır. Çünki bu çay günlük rutin şəklində istifadə etdiyin zaman insulin direncini aradan qaldırır, metabolizmanı sürətləndirir. Qaraciyərdə olan piylənməni dayandırır, qanda təzyiq, şəkər, xolesterin kimi təhlükəli xəstəliklərin yaranmasını önləyir, yaranıbsa da normada saxlayır. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Əgər siz də 18 ilə 25-in arasına normaya düşmək istəyirsinizsə, kanur antixolisterin çayını mütləq sizə tövsiyə edirəm. Bu cür faydalı videoların davamı üçün məni takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız bal olanla hər zaman sağlam qalasınız.